Daxili İşlər Nazirliyi ölkə üzrə təhlükəsizlik və hüquq mühafizə tədbirlərini gücləndirərək, həm narkotik vasitələrin qanunsuz dövriyyəsi, həm də soyğunçuluq və quldurluq kimi ağır cinayətlərlə mübarizə çərçivəsində genişmiqyaslı əməliyyatlar həyata keçirir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikaza verilən məlumata əsasən tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamiq Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əskərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir. Eyni zamanda Cəlilabad rayon polis şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Stop Narkotikaza bildirilib ki, tədbirlərlə 39 yaşlı Ramid İbadov və 33 yaşlı Elnur Bəşirov saxlanılıblar. Onlardan ümumilikdə 11 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 99 ədəd metadon həbi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır. Bundan əlavə Şamaxı şəhərində baş verən quldurluq hadisəsi də hüquq mühafizə orqanlarının diqqət mərkəzində olub. Naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kiloqramdan artıq qızıl zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stop Narkotikaza bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib. Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən polis postunda saxla işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər. Daha sonra izi itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar. Kişini gördük, əlində qızıl sumkasıyla çıxandı. İzlədik, gördük, evin bildik. Belə qərara gəldi ki, səhər evdən çıxanda götürəydim. Üçümüzdə kişinin tələdik, kişi darğızıya dəydi, yıxıldı, götürdük sumkanı, atdıq maşına. Çıxdıq, gəldik Şirvanda bizi tutdular. Onların cinayət yolu ilə ələ keçirdikləri qızıl zinət əşyaları tam həcmdə maddi sübut kimi aşkarlanaraq götürülüb və zərərçəkmişə qaytarılması təmin olunub. Fakta görə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Sabunçu rayonu ərazisində baş verən talama cinayəti isə narkotiklərlə əlaqəli digər bir hadisə ilə bağlı olub. Əlvan metalların alqı-satqısı ilə məşğul olan bir nəfərə naməlum şəxs yaxınlaşıb zor tətbiq etməklə pulunu ələ keçirib. Sabunçu rayon polis idarəsi 13-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Rabil Quliyev müəyyən edilərək tutulub. Saxlanılanın üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb. Rabil Quliyev ifadəsində narkotik vasitə aludəçisi olduğunu etiraf edib. Narkotik vasitə qəbul edən, pulu əlində çıxartdı, belə itələdim, pulu götürdüm, çıxdım, getdim. Faktla bağlı araşdırma aparılır.